Traktorda bunun hər bir detalına qədər işləmişəm. Radiatordur, radiatorun filtratorudur. Hal-hazırda gördüyüm iş Nevoland kombayını olacaq. Nevoland kombayını dağ ərazilərində, dağlıq şəraitdə işləyən kombayndır. Arzum onu yığıb başa çıxartmaqdır. Cəllabadın Ocaqlı kəndində yaşayan 17 yaşlı Əli Sadıqov məişət tullantılarından kənd təsərrüfatı texnikalarının modellərini hazırlayır. Yeniyetmənin ən böyük arzusu gələcəkdə öz mini texnika brendini yaratmaq və modellərini sərgilərdə nümayiş etdirməkdir. Uşaqlıq yaşlarımdan bu yaşıma kimi mən texnika həvəsində böyümüşəm. Burada bütün əl işlər hamısı mənim xəyalimdə olan maşınlardır. Kənd təsərrüfatında gördüyüm maşınlar hamısını real vəziyyətə gətirmişəm. Özümüz kənddə böyüdüyümüzə görə, atamla əkin sahəsinə gedib gəldiyimizə görə öz yerimizdə işləyən kombayndan sonra gördüm ki, xoşum gəldi həmən kombaynın maketini düzəltmişəm hal-hazırda. Niva Rossel kombaynidir. Onlar hamısı evdə istifadə olunan tullantı məişət əşyalarından düzəldirəm. İnşallah böyüyəndə Gəncə zavod buraxdığı Belarus markalı 892 texnikası traktor olmağını istəyərəm. Sonra kombayndır, Nevoland kombayni olmağını istəyərəm. Əl işlərindən çoxunu satmışam. 100 manata satmışam, 150 manata satmışam, 200 manata satdığım da olub. Əllə daşınma çətin olduğu üçün hal-hazırda mən evakuator maşını düzəltmək istəyirəm. Rəsmini işləyirəm. Hal-hazırda rəsm qurtarandan sonra bu maşını taxtadan yığacam. İnşallah mənim arzum odur ki, mühəndis olum. Mühəndis olduqdan sonra yeni bir texnika icad eləmək istəyirəm. İnşallah o arzuma çataram.